At the intersection of the Eastern Caucasus, some of the most enigmatic traces of Turkic written and symbolic culture have endured. Stone as the memory of the earth, the sign as the language of the spirit, sound as the breath of time. In every line, the movement of the sun. In every symbol, the breath of Tengri. In the old city of Baku, İçeri Şehir, lives a remarkable man who knows Tamga intimately. For each of his works reflects the ancestral Tamgas of the Turkic peoples. Our ancestors spoke in the language of symbols, and the Tamga was the mark of lineage, a symbol of honor and history. The Tamga is the passport of a clan and the pride of a family. Sonra mən başa düşdüm ki, bu hamısı simvollar, hamısı bağlı bir kriptoqram kimi yazıdır, əməli başlı yazıdır. Damğalar da elə oradadır. Bilirsən, orada o mənə işləmişəm. Damğa, o onun izidir. Damğa. Çünki damğalar var ki, kəlağayanın üstündə damğadır o. Buta, götürək butanı. Əsas butan vururlar, o düzgün deyil. И как обе у нас и так далее, обязательно был знак. Вот он относится к восьмиконечной звезде. Но эта восьмиконечная звезда, она появляется от четырехконечной, когда нам плечевой крест. In Gobustan, on the slopes of Shamaki, and in the villages where carpets were woven and mausoleums raised for centuries, we encounter balbals, zoomorphic monuments, petroglyphs, and tamgas, marks of lineage, power, and belonging. This is a stone archive, where every rock tells of the life, faith, and music of ancient people. From here, stone, sign, and sound spread across the steppes, mountains, and seas to become ornament, tamga, and kui, instrumental opus. The territory of Gobustan covers 4,530 hectares. More than 7,000 rock carvings have been documented here, along with over 20 caves and around 40 burial mounds. In 2007, Gobustan was inscribed on the UNESCO World Heritage List. The complex includes Yazili Tepe, the largest rock formation, where the most famous compositions of rock art and ancient inscriptions are concentrated. Boyukdaş, rock faces depicting processions and ritual dances. Kiçiktaş, Çingirdağ, a rock bearing archaic images associated with early nomadic culture and the symbolism of totemic animals. Здесь мы находимся на горе Бөйдаш, на верхней террасе. И если обратите внимание, здесь есть камень, на котором изображен ритуальный танец хоровод, который очень напоминает национальный танец, азербайджанский национальный танец яллы. In earlier times, the territory of Gobustan lay beneath water. This is why the rocks preserve traces of ancient shorelines and campsites, as well as numerous depictions of boats left by our ancestors. Лодки датируются археологами, значит, 7 тысячелетием до нашей эры. Это лодка, значит, с изображением солнца на носу. Самые древние лодки и самые древние наскальные изображения в Гобустане, не только в Гобустане, но и во всем мире, первобытный художник использовал естественный рельеф скалы. И к этому рельефному, значит, к этому рельефу он добавлял свои какие-то дополнения. Сейчас вот в пещере Аназага на камне 29 с северной стороны я вам покажу, как первобытный художник использовал естественный рельеф скалы. Вот он использовал, а художник снизу провел черту. И затем вот перевязанные камыши показывает вот таким рядом. А тут изображение людей с поднятыми руками или же одной рукой, приподнятой одной рукой, показывает
причаливанию судов к берегу, потому что здесь несколько судов изображено, лодок камышовых. Here, on the rock of Büyüktaş, we see a shaman priest with radial lines or rays emanating from the head or hands, interpreted as light, energy, or sacred force. The gestures of raised arms and spread legs correspond to the posture of a mediator between worlds, a figure standing on the axis mundi, connecting earth, human, and sky. The shaman is also associated with solar or hunting cults. Similar images of shamans, like those in Gobustan, have been found in Japan and in the U.S. state of Utah. А также здесь в пещере Аназага есть, значит, очень интересная камера, где изображены фигуры женщин в положении беременности. Эта камера, она как бы считается скрытая от людских глаз, тайное место. И там, значит, 4 фигуры, значит, не татуированные, а одна фигура татуированная и вместе с быком изображена. Вполне возможно, эта камера в пещере Аназага служила для таких таинственных ритуалов. Мы находимся на горе Чингирдах, очень интересное с научной точки зрения место. И сейчас мы находимся в укрытии. Здесь проходили одни из первых археологических раскопок. Before us are ancient petroglyphs. If you look closely, you can see the inverted silhouette of a goat. This is how ancient people depicted slain animals, as if marking the completion of a hunt. Over time, other images appeared on the same surface. Scenes of copulation, ancient erotic motifs, circular signs as solar symbols, and many other figures. It can be assumed that the goat petroglyph belongs to an earlier period, while later images were superimposed upon it, as if time itself left its traces on the stone. This is the frozen memory of the earth, where ancient hands inscribed their language, the language of stone. Мы подошли к 125-му камню Дамгалы-Даш. Если вы обратите внимание, это один из самых интересных, самых, значит, с научной точки зрения важных камней. По всей вероятности, отсюда проходили миграционные пути, кочевые племена перемещались, потому что эта дорога находилась на перепутье между горами Büyüktaş, Kiçiktaş и Cingirdax. Misal üçün ən deməli geniş yayılmış ərazilərdə damğalardan biri bu gördüyünüz damğadır. Bu damğanı demək olar ki, Abşeron yarımadasıdır, Şamaxı ərazisidir, Qobustandır, Siyəzəndir. Bu ərazilərdə hər yerdə bu damğanı görmək olur. Öz strukturasına, quruluşuna görə Noqay damğasını çox xatırladır. Yəni, bugünkü gündə, müasir dövrdə də biz internetdə açıb baxsaq, axtarışa versək, Noqay millətinin bayrağının üzərindəki bu damğanı görə bilərik. When you look at these petroglyphs, thousands of images scratched into smooth stone, it feels as though you can hear echoes of the ancient world. People dance, hunt, lead caravans, and worship the sun and moon. Among them are figures of musicians with prehistoric drums and flutes. It is here, according to legend, that the Gavaldashi, the singing stone, was born. When struck, it produces a clear, ringing sound, like a bronze gong. Scholars say this sound became a symbol of the musical origins of Azerbaijan. This is a natural lithophone. When touched, its surface vibrates with a tone resembling a frame drum. It is believed that this stone was used for ritual and musical purposes. In search of the ancient signs and symbols left by our ancestors, we continue our journey, passing through the town of Gobustan. Before us rises a majestic monument of the Shirvan Absheron Architectural School, the mausoleum of the Sufi Deri Baba,
built in the 15th century. It seems to grow out of the rock itself, uniting the earthly and the celestial. Even here, in the portal entrance zone, a carved sign can be seen, a warrior's symbol, a reminder of spiritual strength and of the unity of knowledge and courage. Descending into the underground madrasa, one can feel the breath of the centuries. Among these stone vaults, the spirit of the scholar and thinker Dari Baba still seems present, a man whose life was devoted to the search for truth and the service of knowledge. In the foothills, among weathered slopes, lies a 17th century architectural complex, the Kalakana Mausoleums. This is one of the region's most remarkable memorial sites, preserving the architectural mastery and spirituality of its time. Before us stand 8 stone mausoleums. Once there were 9. Each is built of hewn limestone, crowned with domes and adorned with finely carved portals facing east. These mausoleums are silent witnesses to an era when architecture was not merely a craft, but an expression of faith and memory. In the stillness of Kalakana, one senses the breath of centuries. Here, stone speaks the language of the ancestors, and the wind passing through the opening sounds like an ancient choral hymn uniting earth and sky. Biz hal-hazırda Kalakanı türbələrinin ərazisindəyik. Kalakanı Şamaxı ərazisində bir kənddir. Burada deməli türbələr kompleksi var, 7 türbədən ibarətdir. Türbələrin bir neçəsinin üzərində qədim türk tayfa damğalarını görürük. Niyə məhz biz bu çəkilişi burada həyata keçiririk? Mən deməli nümunəvi olaraq göstərmək istəyirəm ki, türbələrin üzərindəki damğalar, yəni bir adət şəklində Qazaxıstanın Mangistau ərazisində və bir digər bölgələrində də yəni bu adət mövcuddur. Bu mövzunu açmaqda məqsəd odur ki, bəzən alimlər skeptik yanaşırlar ki, ola bilsin müasir dövrdə kimsə bu deməli işarələri təsvir edibdir bu Kalakanı ümumiyyətlə memarlıq abidələrin üzərində. Lakin elə mən onu sübut eləmək istəyirəm ki, yəni bu təsadüfi bir şey deyil. Yəni bunu kimsə hansısa həvəskar etməyib. O aidiyyatı üzrə, yəni həmin yaşadıkları dövrdə həmin tayfaların nümayəndələri təsvir edibdir. Və digər belə bir suallar da yaranır ki, bəs bu memarlıq elementi deyil. Təbii ki, bu memarlıq elementi deyil. Bu türbəni ziyarət edən ərazidə yaşayan tayfaların tayfa işarələridir, damğalarıdır. Burada bir neçə biz deməli alim Treyarskinin Şimali Qafqaz ərazisində apardığı tədqiqatlarda göstərdiyi damğaları görürük, Oğuz damğalarını görürük. Bəzi eynilik təşkil edən, Qazaxıstan ərazisindən eynilik təşkil edən bu divarın üzərində bəzi aday damğası, kerey, sonra altın, yəni bu hamısı Qazax tayfalarıdır. Jalayır, bunların da damğalarını, daha doğrusu ona oxşar damğaları da görə bilirik. Lakin tədqiqatlar aparılmalıdır ki, bu hansı tayfalara aiddir. Burada digər, məsəl üçün biz Alayontlunun digər deməli növ damğasını bir neçə növ təsvir olunur. Alayontlu Oğuz boylarından biridir, onun damğasını görürük. Və digər damğaları, məsəl üçün biz burada Oğuz boylarından biri olan və Xəzər dənizi ətrafında geniş yayılmış Salur tayfasının damğasını görürük. Hətta bu tayfa nümayəndələri Oğuz dövlətinin əhəmiyyətli belə deyək, vəzifələrindən tutmuş nümayəndələri Oğuz dövlətində müxtəlif vəzifələr tutmuşdular. Deməli, bayaq qeyd etdiyim kimi damğaların içərisində Oğuz tayfalarına aid olan, onlara, yəni Oğuz tayfalarına aid olan damğaların eynisini biz ərazidə görə bilirik. Məsəl üçün İğdır damğasıdır.
Oğuz boyundan İğdır damğasıdır. Deməli, Kayı damğasıdır. Kayı damğası biz bilirik ki, bizim deməli bu mediadan da, deməli TV seriallardan da indi məşhur olmuş Kayı boyuna aid Diriliş Ertuğrul'dur, Kuruluş Osmanlı filmindən məşhur olan Kayı damğasıdır. Osmanlı İmperiyasının əsasını qoyan. Məsəl üçün burada belə bir deməli cədvəllərdə tez-tez rast gəlinir. Qıpçaq damğasına oxşar işarəni görürük. Burada həyat ağacının təsvirlərini görürük. Həyat ağacının təsvirlərini. Yəni qeyd etmək istəyirəm ki, eynilərini biz Mangistau ərazisində də görə bilərik, yəni qeyd ala bilərik. Bir də belə bir işarə, çox maraqlı bir işarədir. Bunu biz Qobustan qaya rəsmlərinin deməli böyük daş qoruq ərazisində, bir də Yazılı təpə ərazisində də bu deməli petroqliflərin arasında bu damğanı görə bilirik. Sonra belə bir damğa var, yaparlı damğasına oxşuyur, lakin biraz fərqli quruluşa malikdir. Qazax tayfalarının içərisində də bu damğanın daşıyıcı deməli tayfaları mövcuddur. Karabakh, a land where every stone holds the breath of centuries. The poet Bakhtiyar Vahabzadeh wrote, "Karabakh is both pain and pride, a memory where every sound is the cry of stone." Karabakh is a crossroads of cultures, where many peoples have lived for centuries. Today, Karabakh is once again an open book, its pages rewritten with both pain and hope. Agdam, an ancient city on the Karabakh plain at the foot of the Karabakh range, was once a major center of crafts and trade. Today, Agdam is being restored, becoming a symbol of revival and memory, where past and future meet upon the ruins of history. Türk millətlərinin vizit kartlarından biri də antropomorf daş heykəllərdir. Türk dünyasında bunlara daş babalar deyilir. Azərbaycan da bu abidələrlə zəngindir. Bir neçə növü və bir neçə dövrə aid olan antropomorf abidələr var Azərbaycanda. Deməli, Astara bölgəsində tapılıb, Şamaxının Xınıslı, bir də Çıraqlı kəndlərində tapılıb. Bir də Ağdamın hal-hazırda biz imarət kompleksində, Ağdamda imarət kompleksində. Lakin bu abidəyə biz niyə, bu abidələrə, Qarabağ ərazisindən tapılan balbal daşlarına, daş babalara biz niyə xüsusi diqqət yetirməliyik? Bunlar geniş ərazidə yayılmış, bu stilistikada, bu formada yayılmış daşlar geniş, Avrasiyanın geniş ərazisini əhatə edir. O cümlədən deməli Cənubi Azərbaycan Ərdəbil yaxınlığında yerləşən Meskinşehir adlı deməli arxeoloji park var. Orada buna oxşar eynilik təşkil edən demək olar ki, bu stilistikada olan daşları görürük. Bundan başqa deməli ən önəmli amillərdən biri bu daşların eynisini demək olar ki, biz İtaliyanın Liguriya bölgəsində görə bilirik. İtaliyanın Liguriya bölgəsində deməli keçmişdə həmin bölgə deməli həmin bölgədə etrusklar yaşayıb və həmin daşları mütəxəssislər etrusk mədəniyyətinə aid edirlər. Bununla bağlı məqalələr də var. İtalyan mütəxəssislər həmin daşları 5-ci, 7-ci əsrlərə aid edir. Elə o fərziyyədən irəli gələrək biz də belə bir qənaətə gələ bilərik ki, Qarabağda yerləşən bu antropomorf daş abidələr, insan fiqurları da həmin dövrə aid ola bilər.
Türk mədəniyyətinin izlərini özündə daşıyan ölkələrdən biri də Azərbaycandır. Təbii ki, Azərbaycan türk dilli ölkədir. Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında gördüyünüz bu daş heykəllər və türk tarixçiləri tərəfindən, tədqiqatçılar tərəfindən Balbal adlanan bu heykəllər Şamaxı rayonunun Çıraqlı kəndi ərazisindən tapılmışdır. Onlar 1959-cu ildə Cabbar Xəllovun arxeoloji tədqiqatları nəticəsində üzə çıxarılmışdı və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunur. Ümumiyyətlə, məlumdur ki, Balballar, daş heykəllər Qaradənizin sahillərindən ta Monqolistan ərazisinə qədər türklərin yaşadığı böyük bir bozquz çöllərində, Avrasiya çöllərində geniş yayılmışdı. Təbii ki, onlar haqqında müxtəlif fikirlər səsləndirilir. Yəni, nəyə görə məsələn bu heykəllər hazırlanırdı? Əksər tədqiqatçılar bu fikri dəstəkləyirlər ki, yəni Balballar, yəni bu antropomorf fiqurlar qədim əcdadların ruhunu yaşatmaq üçün hazırlanırdı. Başqa bir versiyaya görə bu deməli fiqurlar hansı döyüşçülər döyüşdə nə qədər insan öldürürdüsə, yəni düşmən əskəri öldürürdüsə, onun sayını göstərmək üçün deməli hazırlanırdı və onlar kurqanların ətrafına düzülürdü. Yəni bu şəkildə müxtəlif versiyalar var. Təbii ki, hansı versiyanın daha doğru olmasını biz yəni araşdırmalarla müəyyən edə bilərik. On our way, we stopped to pay respects at the grave of an unknown elder known locally as Mirali. This burial site has not been studied, and its precise dating remains uncertain. We were struck by the fact that, according to ancient Turkic tradition, people came here leaving not only petroglyphs of sacred animals, but also marking their clan tamgas. This led us to consider that a dedicated expedition focused specifically on tamgas might help trace precise routes of Turkic migrations and nomadic clan movements. Biz hal-hazırda Qarabağ bölgəsindəyik. Azərbaycanın hər bir yerində olduğu kimi Qarabağ bölgəsində də türk tayfa damğalarına rast gəlmək olar. Bu Mirələm türbəsidir. 13-cü, 14-cü əsrlərə aid olan türbədir. Bunun üzərində də bir çox həm dini inanclara aid olan işarələr görürük, keçi təsvirləri görürük. Bundan əlavə ən çox diqqətimi çəkən amillərdən biri Oğuz damğalarıdır. Burada bir neçə Oğuz damğası sıralama ilə təsvir edilibdir. Deməli, Əfşar damğasıdır, Alayontlu damğasıdır, Salur damğasıdır, Yaparlıdır və bundan əlavə bir çox Qıpçaq damğalarına da rast gəlinir. Deməli, əsrin əvvəlində, 20-ci əsrin əvvəllərində Sovet alimi İvan Şıblıkin bu abidə haqqında məlumat veribdir və üzərindəki bu deməli damğaları və təsvirləri də qeyd edib və onları deməli dini inanclara aid olduğunu bildiribdir. Azərbaycanın digər bölgələri olduğu kimi Qarabağda türk yurdu olduğunun bu damğalar şahidlik edir. Bu Ağdama biz gərək Füzuliyə qayıdaq, eləmi getmək üçün? Ha, oradan da var Ban. Ban tam o anda buraya rahat var. Buradan var. Var ya o bilmiyorum. Dağlarla bir atıyoruz. Bak oradan var. Hə, o asfalt yoldur da. Sonra da bir yerde postat var da. Hə, amma bura pisdir də. Yok, bura yok, bura. Allah şu zaman versin. Allah razı olsun, sağ ol. Общетюркское наследие – это не просто древние камни. У нас есть тамги, также Гошташи и Аддаши, зооморфные и антропоморфные памятники. И они символизируют наше прошлое и тюркский мир. Эти памятники – это не достояние одного народа или же одной земли. Это общий код, который объединяет весь тюркский мир. Охрана этих памятников – это священная обязанность каждого из нас. In the stones of Azerbaijan, the ancient voice of the Turks can still be heard. Petroglyphs, signs, symbols, and tamgas, these are the breath of our ancestors, left behind by the winds of time. As long as we read these signs, we remember our path, from Gobustan to Altai, the same symbols guiding us across millennia. Thus, the Turkic world is a single line, forever carved in stone.